Deməli, bunu belə izah edək, sonra qərar verilsin ki, yəni olar yoxsa yox. Misal üçün, Hindistan tərəfi həm sərhəd istiqamətində demək olar yaşayış məntəqələrində özünün müdafiə dəstələri yaratmağa başlayıb və onların hərbi təlimlərini həyata keçirir. Bundan əlavə hər iki tərəf sərhəd istiqamətinə istər artilleriya vasitələrini, raket yaylım atəş sistemlərini, öz qoşunlarını cəmləyir. Bundan əlavə aviasiya vasitələrini yaxın ərazilərə gətirib yerləşdirirlər. Söhbət hərbi təyyarələrdən və dronlardan gedir. Hamısını sərhədə yaxın istiqamətlərə gətirib yerləşdirirlər ki, məsafə baxımından. Çünki hər iki ölkənin ərazisi çox genişdir. Hansı istiqaməti əgər vuracaqlarsa, onlar üçün rahat olsun deyə, yəni bu işləri görürlər. Pakistan da eyni addımları atır. Bundan əlavə bütün çağırış, məsələn, ehtiyatda olanların çağırılması ilə bağlı da informasiyalar var və məsələn, Pakistana Çindən bir hərbi dəstəyin olması ilə bağlı informasiyalar yayılıb və Çin tərəfi bunu təkzib eləməyib Türkiyədən fərqli olaraq. Bundan əlavə Amerikanın da Hindistana hərbi yardımları var və istər dənizdə, donanmada, hər iki ölkənin donanmasında hazırlıqlar gedir. Hər iki ölkənin aviasiya, yəni hava qoşunlarında yəni hazırlıq gedir, hərbi hava qüvvələrində hazırlıq gedir və quru qoşunlarında hazırlıq gedir. Bütün bunların hamısını ümumilik cəmləşdirdikdə biz açıq şəkildə görə bilərik ki, hər iki tərəf müharibəyə hazırlaşır, yəni döyüşlərə hazırlaşır. Ona görə də indiki mərhələdə burada çəkindirici gücdən və yaxud da ki, tərəflərin hansısa biri digərinə, məsələn, əraziyə qoşun yeridərək digərini qorxutmaq və yaxud da ki, geri addım atması ilə bağlı bir variant ortada yoxdur biz faktiki olaraq, biz onu görmürük. Hər iki tərəf müharibəyə hazır vəziyyətə gətirilib. Bundan əlavə, məsəl üçün, Hindistan tərəfi təbii ki, Hindistan tərəfi orduya konkret olaraq göstəriş verilib ki, əgər hücumlar olacaqsa, mütləq şəkildə cavablar verilməlidir. Bundan əlavə, Pakistan Müdafiə naziri də təxminən buna bənzər bir bəyanatla çıxış elədi və hətta Pakistan Müdafiə Nazirliyi açıq şəkildə bildirdi ki, yəni hətta Hindistana maraqlı bir təklif də elədi ki, gəlin nüvə silahından istifadə etmədən, yəni əgər döyüşəcəksə nüvə silahından istifadə etmədən döyüşəyin. Yəni konkret olaraq deyə bilərik ki, hər iki tərəf faktiki olaraq indiki mərhələdə müharibəyə hazırlaşır. Yəni Türkiyə tərəfi təbii ki, siz qeyd elədiniz, Türkiyə tərəfi hər iki tərəfi sülhə çağırır və yaxud da ki, danışıqlar masasına çağırır falan. Amma Türkiyə Hindistan-Pakistan məsələsini həll edəcək açığı dövlət deyil. Hindistan-Pakistan məsələsini həll edə biləcək, məsələn, BMT məsələ olmalı idi ki, artıq beynəlxalq qurumların hamısı demək olar nüfuzdan düşdüyü üçün heç bir addım ata bilməz. Amerika və Çin faktoru var ortalıqda. Yəni yalnız bu iki ölkə qarışarsa hansısa bir formada hesab edirəm ki, bu məsələni yoluna qoya bilərlər. Amma biz açıq şəkildə görürük ki, o problemi həll edə biləcək qüvvələr sülhə çağırış etmirlər. Prosesi həll edə biləcəklər ümumiyyətlə sülhdən danışmırlar və tərəfləri nəyəsə də dəvət eləmirlər əslində. Və ona görə də real görünən odur ki, artıq proses müharibəyə doğru gedir. Nüvə məsələsi ilə bağlı gəldikdə isə bir... Gəlməzdən öncə, Səxavət bəy, deyirsiniz artıq proseslər müharibə mərhələsinə gəlib çatır. Türkiyə faktorundan danışdınız, bugün çağırış edilir o öz yerində. Amma bugün Türkiyənin istehsal etdiyi silahlara Pakistanın ehtiyacı var mı? Yəni bu formada dəstək verə bilərmi? Düşünmürəm Pakistanın. Çünki Pakistanın silah sənayesini bilən şəxslər bilir ki, Pakistan məsəl üçün istənilən bir silah istehsal edə bilir. Pakistan hətta hərbi təyyarələr də istehsal edə bilir. Azərbaycan məsələn J-17-ləri də Pakistandan təhvil aldı. Pakistanın silah sənayesi çox ciddi şəkildə inkişaf edir. Pakistan əslində elə Pakistan dövlət olaraq elə əslində bir hərbi dövlət kimi formalaşıb, hərbi dövlətdir. Ona görə də düşünürəm ki, Pakistanın özünün silahla bağlı və digər məsələlərlə bağlı o qədər də ciddi ehtiyacı yoxdur amma hər halda dəstək lazımdır. Dəstək, məsələn, nə qədər olsa da dünyada ən çox silah satan ölkələrdən biri Rusiya olsa da, Rusiyanın özünün də ehtiyacı var. Məsələn, Ukrayna müharibəsində həm bunu Şimali Koreyadan alır, Çindən alır və digər ölkələrdən alır. Ona görə də təbii ki, bu müharibə dönəmində dövlətlərin hansısa silah almağa ehtiyacı var. Amma düşünürəm ki, Pakistan silah sənayesi müharibə aparmağa ən azından aparacaq qabiliyyətdədir və bunların hamısını özü görə bilər. Və yeri gəlmişkən Hindistan da dünyanın ən böyük hazırda silah sənayesi olan ölkələrdir sevilir. Və Hindistan faktiki olaraq dünyanın bir çox ölkələrində bu dəqiqə silahlar satmaqla məşğuldur. Amerika hətta artıq təyyarələrə qədər artıq
İstanbul belə deyək, istehsalına başlayıb. Ona görə də indiki mərhələdə hər iki dövlətin hərbi potensialı, hərbi gücü kifayət qədər çoxdur. İnsan resursu çoxdur. İqtisadiyyatları imkan verir ki, böyük bir müharibəyə girişsinlər. Yalnız Hindistanda təbii ki, Hindistan tərəfi Pakistanın indiki mərhələdəki müəyyən qədər daxildəki problemlərdən istifadə etməyə cəhd göstərir və açığı Hindistanın baş naziri radikal dindardır, hindusdur və o müsəlmanlara qarşı sözün əsl mənasında nifrətlə yanaşır. Həm Hindistan daxilində də onun ümumiyyətlə müsəlmanlara qarşı etdiyi addımların biz dəfələrlə ən azından informasiyalarını oxumuşuq və yaxud da ki, video görüntülərini görmüşük və o konkret olaraq onun məqsədi Pakistanı ən azından sıradan çıxartmaqdır və yaxud da ki, Pakistanı maksimum Kəşmir vilayətini ələ götürməkdir. Bunu bacaracaq, bacarmayacaq, amma əgər hər iki dövlət ən azından müharibəyə girişsələr, hesab edirəm ki, o region üçün də və elə dünya üçün də bir fəlakətlə nəticələnə bilər.